Selam dostlar, keyfi sazdır, hoş geldiniz bizim peysimize. Size Kubi'den dünenden bir moridini öğrettim. Bir moridinde indi öğretirəm ki, onlar ki, naşıdı, eləyə bilərlər ki, ət alırlar 1 kilo, o gətirirlər, 350 gram soğan buralar, biraz da ədviyə nəminə söğüsələ buralar. Vurdular, ondan sonra bütün əzələ qoyarlar bir gün qalır. Əlbəttə mən bu əzmişəm, amadəsini göstərdim hikmətçi. Ondan sonra yağda da su olacaq bütüsünə. Bu halətdə gördüyünüz 100 gram oduqda. Vuracaqsınız kebab, kubidiyə. Gördünüz dostlar. Vurdunuz. Bu bir dənə o adamlar ki, naşıda əslən başarmırlar, eləyə bilərlər. Bu rəvişlə vuralar, rahatla kebab tökülməyər. Müahazə buyurursunuz. Qəşəng xanıvadı, möhtərəmlə də ləzzət aparasınız. Bütü vuracaqsınız, ləylo, bütü qoyacaqsınız, frizə ləylonu. Bir zədə su vuracaqsınız əsəbinə, bütüsünə qoyacaqsınız, gördünüz. Belə çöyləyəcəksiniz, tavlayacaqsınız. Bu da o adamlar ki, başarmır olaraq öyrətdir. Utul deyil, da bu kebab nə tökülər, nə də filaha. Dostlar gördünüz. Ondan sonra bir daha da üstüncüzü belə başlayın, o başlayışın bəlkidir, ya qutul deyil. Qoyun otun üstünə. Otumuz da yanır ocağımız. Qəşəng. Qalmış oldu. Ya. Qoyun qəşəng ocağın üstündə, burada aramışda pisdir. Bu yandan da bir daha qəşəng pamadoğa soyun. Vəsətdən bölün, gördü. Beşlərin qəza və ləzzizlərin qəza. Yer değişdən daşlığa da zizibillərə pul vermir ki, daşlığı verilir, kebab pul alırlar. Fərdim tamamı beşlərin qəza yiyənlərə, özlərinə əziş verənlərə.